Deməli, deyir ki, mücərrəd məna bildirən düzəltmə isimləri müəyyən edilir. Söhbət burada iki məqamdan gedir. Birincisi mücərrəd olacaq, ikincisi düzəltmə olacaq, plus da isim olacaq. Ora baxaq indi. Çəmənlik, kölgəlik. Çəmənlik mücərrəd isimdir? Xeyr. Xeyr, çəmənlik görürük, toxuna bilirik. Mücərrəd isimlərdir. Əllə tuta bildiyim, gözlə görünə bilməyən, əllə toxuna bilməyən şeylərdir. Konkret isimlər isə gözlə görülə bilən, əllə tutula bilən şeylərdir, belə deyək. Ona görə A-nı çıxdıq. B-yə baxaq. Pislik, yaxşılıq. Səncə? Elə budur da variant pislik. Aha, sən nə yazmışdın? Orada E variantı yazmışdım. E yazmışsan. Nə idi? E-dir. Yoldaş, sirdaş. Yoldaş, yoldaş, sirdaş. Yoldaş insan deyə, o mücərrəd deyil ki. Sən mənim yoldaşımsan. Səni görürəm, toxuna bilirəm. Sən necə mücərrəd ola bilərsən? Başa düşürsən? Yoldaş sənin yoldaşın, dost yoldaşın, parta yoldaşın, necə deyim, o şəkildə də ola bilər. Başa düşdün? Sonra 9. baxaq 9-a. 9. Deyir ki, mücərrəd mənalı düzəltmə isimləri müəyyən edin. Bu da bax, eyni ilə onun kimidir. Bunu özün tap. Mücərrəd mənalı olsun, düzəltmə olsun, isim olsun. Mücərrəd mənalı düzəltmə isim. Burada mən E yazmışdım. Sevinç yoldaş qapıçı. Orada yoldaş Bax, yenə. sevinç yoldaş qapıçı. Sənə nə soruşur? Mücərrəd mənalı düzəltmə isim. Sevinç sözünün harası düzəltmədir? Hə, sadə sözdür. Ay yox, sadə deyil düzəltmə. Düz istəyirəm. Sevindir sözün kökü. Sevincdən isim yaranıb. Düzdür, hardadır? Bir dənə gör baxım testdə. Aha, sevinç yoldaş qapıçı. Qapıçı mücərrəd deyir axı. Qapıçı, hə. Qapıçı. Adam. Adamdır da, insandır. Onu gözlə görə bilirik. Diqqətlə yaxşı fikirləş. Bax, orada da var. Burada B-ni çıxarıq. İkinci bu torpaq zadı. Ay, soğul insandır. Sonra əmanətçi, burada da yəni kimsə nəysə əmanətçi. Ay, soğul insandır. C variantı qavrayış, insanlıq duyğu. Ola bilər. O birislərə də baxaq. D variantına da baxaq. Çağırtı ovçu, yəni ov eləyən adam. Ovçu, ov eləyən insandır, o da deyil. Bu da düzgün cavab. Aha, C variantıdır. Qavrayış, insanlıq, duyğu. Duyğunu biz görə bilmirik. Hisslərdir, yaşayırıq. İnsanlıq da bir hissdir. Deyirlər, insanlığın olsun o mənada. Qavrayış da ki, insanın qavrayışı beynidir. Biz elə şeyləri görə bilmirik. Sonra 11-ci. 11. Hansı cümlə ümumi isimlə başlayır? Ümumi isimlər nədir? Eynicəsi varlıqların adını bildirən şeylər. İndi baxaq. Bax, burada cümləni tələffüz edir. Elə sözlərimiz var ki, biz onu həm ümumi isim kimi işlədə bilirik, həm xüsusi isim kimi işlədə bilərik. Gül, məsəl üçün gül. Gül insan adı da ola bilər. Olur xüsusi isim. Adi güldən söhbət gedirsə, burada olacaq insan adı kimi xüsusi isimdir. Adi güldən söz gedirsə, burada xüsusi isim ola bilməz. Burada ümumi isim sayılır. İndi baxaq. Bax, şəhər, ölkə, çay, dəniz, insan adları hamısı xüsusi isim kateqoriyasına daxildir. Heyvanlara verilən xüsusi adlar. C variantı. Saraya fəxri təqaüd verir. Saraya fəxri təqaüd verir. Orada söhbət Saradan gedir. Sara insandır. Bu ümumi deyil də. Aha. A-nı da çıxarıq. Saraya bu adam. Burada da hansısa bir adlı da verilir. A-C geçsin. Sarayın qiymətləri qənaət bəxşlidir. Bu ümumidir də. Sarayın Burada düzgün cavab bilsən hara olacaq? Burada düzgün cavab olacaq E variantı. Nəyə görə? Sarayevoda olimpiyada keçirilmiş. Sarayevoda olimpiyada keçirilmiş. Burada yer adıdır. Xüsusi isimdir. Saranın qiymətləri qənaət bəxşdir. İnsan adıdır. Xüsusi isimdir. Saraya fəxri təqaüd verildi. İnsan adıdır. Xüsusi isimdir. Saraya qəsəbə statusu verildi. Saraya qəsəbə statusu verildi. Bu da yer adıdır. Saraya təzə avadanlıq alındı. Burada söhbət saraydan gedir. Cavab Y variantıdır. Sonra 12. 12. Hansı cümlə xüsusi isimlə başlayır? İndi buna sən bax.
Çox asandır. D variant ola bilər. Düzdür, D variantı. Çünki yerdən uzaqlaşan kosmik gəmi günümüzə görünməz oldu. Düz istəyirəm, səhv oxudum. Burada söhbət yerdən, yer kürəsindən gedir. Ona görə xüsusi isimdir. Sonra səhvim hardadır? Sonra 14-də. Baxaq 14-də. Mücərrət mənalı düzəltmə isimləri müəyyən edin. Mücərrət mənalı düzəltmə isimləri tap bayaqçı kimidir. Mücərrət mənalı. Aha. Gömtə bassan. Mücərrət mənalı düzəltmə isim. Burada baxman gerəkən 3 dənə məqam var. Mücərrəd olsun, düzəltmə olsun, isim olsun. A variantını çıxarıq. Kədərli, necə kədərli? Düzdür, çünki onlar sifətdir. B variantında Təməli mücərrəd deyil. C-də duyğu, his mənasında gəlir burada. Bunu da çıxarırıq yoxsa? Elə duyğu bilikdir cavab. Birlik. Cavab C variantıdır. Duyğu, birlik. Çünki bax, bunlar heç cavab. Bu insandır, mücərrəd deyil. Yoldaş da mücərrəd deyil. Kədərli, həyəcanlıdakı sifətdir, götürmürük. Düzgün cavab C variantıdır. Sonra 17-dir. baxaq 17-yə. Nədir 17? Cümlələrin birində mücərrət mənalı isim işlənib. Tap özün bunu. Sözündə su kimi lətafət var. Ay, sağ ol. A variantı. Sözündə su kimi lətafəti var. A variantı. Aha. Sonra 20. Baxaq 20-yə.